bu pul qırmağın yeni üsulları. Bakıda Abşeron yarımadasında bu torpaq alveri şıdırğı gedir də. Ev tikənlər, nə bilim mən, inşaat işləri aparanlar biraz daha gəlir falan. Bu çox şıdırğı aparılan işlərdir. Deməli, burada nə başlayıblar tətbiq eləməyə? Adam gedir, axı bu torpaq alıb-satısında pulçadır, forma 1-dir, belə sənədlər olur. Hamısında hazır var, yəni. Pulla, rüşvətlə, zadla, oradan-buradan verib alıblar. İndi bu alqı-satqı işi olanda torpağı satana deyirlər ki, o qədər kütləvi yayılıb ki, yəni bir-iki fakt deyirlər, kütləvi şəkildə deyirlər ki, bilirsiniz də, Bakı və Abşeron ərazisi sürüşkən zonadır. Sizin torpağınız sənəd aldığınız vaxtdan sonra sürüşüb, ona görə bu sənədləri ikinci dövrə gedin təzədən yığın. Bu belə çox geniş bir yayılan bir şeydir. İndi yəqin ki, hər halda bu işlə, bu faktlarla rastlaşanlar var. Onlar bilirlər. Biraz da əlavə daha təfərrüat Amma dözürlər də, millət dözür də. Bu da var. Millət də dözür də. Əgər dözürlər və nəinki dözürlər, pul verirlər.